Hər kəsi salamlayıram. Hal-hazırda Sağlam Gün Ay canlı qarşınızda və fürsətdən istifadə edib hal-hazırda bizi izləyən, izləməyən bütün xanımlarımızı sabahki bayram münasibəti ilə təbrik etmək istəyirəm. Sabah sizin gününüzdür. Sevginin, mərhamətin, gücün və zərifliyin bayramı. Siz hər biriniz bir dayaqsız, siz hər biriniz bir ailənin gücüsüz və hər birinizin qəlbində təbii ki o gözəllik, işıq, nur var, hansı ki bütün dünyaya yetəcək qədər, bütün dünyanı işıqlandıracaq qədər və mən bir məsələni qeyd etməliyəm, bir ailəni xoşbəxt edəcək qədər sevgi və güc verəcək qədər güc daşıyırsınız. Siz təkcə analar, bacılar, qızlar deyilsiniz. Siz həm də zərifliyin, gözəlliyin simvolusunuz. Nə yaxşı ki varsınız, daim sevgi ilə əhatələnəsiz, daim sevildiyinizi hiss edəsiz. Əziz xanımlar, təkcə bir gün yox, hər gün sizin üçün bayram olsun. Bütün arzularınız reallaşsın. Daim xoş sürprizlərlə əhatələnəsiz. Beynəlxalq Qadınlar Gününüz mübarək. Qısa bir çarxımız var, elə bu bir təbrik çarxı olacaq, onu izləyin. Daha sonra sürprizlərimiz var. Hər kəsi salamlayıram. Dəyərli həkimlərimizin sayəsində sağlamlığınız uğrunda addım atmış olacaqsınız. Düşünürəm ki, sağlamlıq hər şey deyil, amma hər şey sağlamlıqdan başlayıb. Sağlamlıq qorunmazsa, bir gün bütün vaxtını xəstəliklərə sərf edəcəksən. Ekrana daha yaxın əyləşin. Sağlığımızı qorumaq üçün ATV-də hər gün 12:30-da Sağlam Gün Ay qarşınızdadır. Sağlamlığımız yerində olanda enerjimiz də yerində olur. Həyatın ən böyük xoşbəxtliyi sağlam olmaqdır. Dəyərli həkimlərimizin sayəsində tibbi biliklərimizi daha da artırmış olacaq. Sizə daha yaxın olmağa çalışırıq. Sağlamlığın dəyərini yalnız xəstələndikdə anlayırıq. Sizi sağlamlığınız uğrunda bugün də addım atmağa dəvət edirəm. Həyatınızı daha sağlam və keyfiyyətli etmək üçün buradayıq. Sağlam bədəndə sağlam ruh olar. Hər zaman sağlam olasınız. Sağlam Gün Ay. Hər kəsin ən böyük sərvətidir. Həkimləri sizə daha yaxın edirik. Xoşbəxtlik çox şeyə sahib olmaq deyil, sağlam olmaqdır. Düşünürəm ki, bir çoxlarınız üçün faydalı oluruq. Xəstələnməkdən əvvəl sağlamlığını qoru. Sağlamlıq uğrunda gedən yolda bir addım atmış olacaqsınız bizlə bərabər. Tibbi biliklərlə daha da maariflənək, sağlamlığımızın qeydinə bərabər qalacaq. Təbii ki, dəyərli doktorlarımızın sayəsində. Sağlam Gün Ay. Xəstəliklə yox, onun qarşısını almaqla məşğul ol. Həyatdan zövq almaq üçün əvvəlcə sağlam olmalısan. Sağlamlıq getdikcə dəyəri artan bir sərmayədir. Xanımlar yenə ekrana daha yaxın əyləşsinlər. Çirkin xanım yoxdur, baxımsız xanım var. Hər birinizə sağlamlıq arzulayıram. Bu sevginizə görə, bu dəyərinizə görə hər birinizə təşəkkür edirəm. Tibbi biliklərlə sizə daha yaxın olmağa çalışırıq. Elə bu yolda hər gün həkimlərlə bərabər sağlığımızı qorumaq üçün Sağlam Gün Ay olaraq qarşınızdayıq. Gününüz, ayınız sağlam olsun. Sağlam Gün Ay. Sağlam Gün Ay. Əziz xanımlar, siz bütöv bir ailənin, həyatın mayası və dəyərisiz. Nə yaxşı ki varsınız. Mən bu çarxa görə də öz komandama, Aygün xanıma, Səma xanıma, Əli bəyə, bizim səs rejissorumuz Azər bəyə, Fuad bəyə təşəkkür eləyirəm. Nə yaxşı ki varsınız. Toğrulumuza təşəkkür eləyirəm. Mənim üçün bir sürpriz hazırlamışdılar. Elə bizim dilimizdən xanımları təbrik etmək olduq. Və təbii ki bu bayram günlərində, mart ayı başdan başa bayram günləridir. Xalqımıza bax belə
gözəl günlər hər zaman nəsib olsun. Vaxt itirmədən verilişimizin əsas mövzusuna keçəcəyik, amma gözəl bir xanımla başlayırıq. Bugünkü günümüzü də, bugünkü verilişimizi də, mən o gözəl xanımı da təbrik etmək istəyirəm. Beynəlxalq Qadınlar Gününüz mübarək. Hər zaman bax belə gözəl olasınız Nərminə xanım. Hal-hazırda studiyamızın dəyərli qonağı tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyevadır. Xoş gəlmisiniz Nərminə xanım. Mən də sizi təbrik edirəm ürəkdən. Onu qeyd etmək istərdim ki, sizin verilişlərinizi daha öncə əlbəttə ki, hamımız izləyirdik, bütün xalq izləyirdi. Amma şəxsən sizi bu verilişdə tanıdım. Nə yaxşı ki tanıdım, nə yaxşı ki siz də varsınız. Çünki yəni bilinir ki, xalq tərəfdən çox sevilirsiniz. Həm siz, həm ailəniz. Və mən burada sizlə artıq tanış olandan sonra başa düşdüm ki, bu sevgini siz qazanmışsınız. Niyə? Çünki kadr arxası bizik, kadr arxası sizləri biz görürük. Və mən görürəm necə komandanızla, necə işçilərlə, insanlarla təmasdasınız, necə onlarla davranırsınız və başa düşürəm ki, həqiqətən bu sevgini siz qazandınız. Ona görə siz də yaxşı ki varsınız, sizin kimi insanlar, qadınlar, xanımlar həqiqətən elədir. Yəni mən bütün ətrafıma da siz barədə danışıram. Var olasınız. İnanın ki, qarşılıqlıdır və sizin kimi dəyərli bir xanımla. Mən hər zaman xanımda birinci dəyər verdiyim şey özünə hörmətdir. O özünə hörmət artıq sizə ilk baxışdan görünür. İlk ağzınızı açanda, ilk misradan, ilk cümlədən görünür. Sizin kimi bir xanımla bunu eşitmək çox xoşdur. Dəyərli bir mütəxəssisdən, işinin peşəkarından, illərini bu işə sərf edən insandan və gündə onlarla, yüzlərlə insanlarla qarşılaşırsınız və bir insan sərrafına çevrilmişsiniz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Ailənizdəki bütün xanımları təbrik edirəm, amma bizim sürprizlərimiz bununla bitmir. Bir çarxımız var. Onu izləyək, daha sonra nə olacaq görəcəksiniz. Doktorlarımız həm peşəkardılar, həm də gözəldilər. Maşallah olsun. Allah qorusun hamınızı. Allah bizi izləyənləri qorusun və növbəti sürpriz. Nərminə xanım, hazırsınız? Əlbəttə, həmişə hazırıq sürprizlərə. Daima xoş sürprizlərlə qarşılaşasınız. Bu isə bizim komandamızın adından sizə nə gözəl təşəkkür edirəm. Çox təşəkkür edirəm. Düzdür, bu çiçəklər sizin kimi gözəl olmasa da, hər bir xanım bir çiçəyə bənzəyir. Hər bir xanım bir çiçəkdir. Sizin diqqətiniz artıq hər şeydir. Çox sağ olun. Var olasınız, təbrik eləyirik. Bir daha ailənizdəki bütün xanımların Beynəlxalq Qadınlar Günü mübarək. Elə sizin timsalınızda hal-hazırda bizi izləyən bütün xanımları təbrik eləyirik və bayramlaşdıqdan sonra artıq mövzumuza keçid ala bilərik. Bugün də çox aktual bir mövzu haqqında danışacağıq. Dediyim kimi, işinin peşəkarı, illərini bu işə həsr etmiş cərrah oftalmoloqumuz, tibb üzrə fəlsəfə doktorumuz Nərminə xanım bizlə bərabərdir. Bilirsiniz, Nərminə xanım bizim dəyərli professorumuz Raisim Hacıyevin qızıdır və Raisim bəyi də buradan salamlayırıq. Çox yaxın zamanda Raisim bəyi də proqramımızda görəcəklər. İnşallah, Allah nəsib eləsin. Doktorumuzun əlaqə nömrələrini artıq indidən istəyirsiniz. Yazanlar var və təbii ki, həkimə inam çox önəmlidir. Nərminə xanıma inam çox güclüdür və onun yanına təkcə Azərbaycandan yox, eləcə də Orta Asiya ölkələrindən, Yaxın Şərq ölkələrindən gələnlərin sayı həddindən artıq çoxdur. Elə bunu görmək üçün Nərminə xanımın Instagramına keçid alıb baxmaq kifayətdir. Hər gün videolar paylaşır və doktorumuzun əlaqə nömrəsi 051 552 52 34 050 327 18 82. Bugün isə danışacağımız mövzu çəpgözlük. Ən çox sual verilən, ən çox yayılan göz xəstəliklərindən biri ümumiyyətlə çəpgözlük nədir və təbii ki, çəpgözlüyün müalicəsi necə baş tutur, bu haqda danışacağıq verilişimiz boyu. Çəpgözlük həqiqətən böyük bir problemdir. Niyə? Çünki inanın ki, çəpgözlük kimi görmə qabiliyyətini
necə görmə qabiliyyətini azaldan bir problemdir. Hətta 5%-ə qədər görmə qabiliyyəti azala bilər. Niyə? Çünki mən həmişə başa salıram, çəpgözlük tək kosmetik defekt deyil. Yəni siz uşaqları gətirəndə əməliyyata tək gözəllik üçün əməliyyata gətirmirsiniz. Burada artıq görmə funksiyaları var, görmə qabiliyyətinin qaldırılması üçün, yüksək olması üçün, binokulyar görmənin təmin etməsi üçün, yəni hər iki gözlə baxıb bir görmək, stereo görməni inkişaf etməsi üçün siz bunları hamısını edirsiniz. Çəpgözlük görməni pozur. Mən həmişə deyirəm, bilirsiniz, valideynlər gəlir, deyir ki, həkim, mənim uşağımda tək bir göz çəpləşir. Deyirəm, tək bir göz çəpləşməsi pisdir. Çünki o, görün necə zəif görür ki, o düz baxa bilmir. Kaş ki, hər iki gözdə olaydı. Niyə? Çünki tək bir göz çəpləşəndə, hətta az dərəcəli çəpgözlük olsa belə, artıq beyin o gözü söndürür, beyin o gözlə baxmır, informasiya qəbul etmir, görmə qabiliyyətində iştirak eləmir və orada artıq disbinokulyar ambliopiya, yəni çəpgözlüyə bağlı tənbəllik yaranır. Yəni hesab edin, mən həmişə deyirəm, valideynlərə baxın, siz hesab edin ki, uşaq bir gözlə baxır, düz baxan gözlə baxır. Bu çəp olan göz avtomatik sönmüş vəziyyətdədir. 1 il, 2 il, 3 il, 4 ildir çəpgözlük. Pasiyentlər ilk müayinədə bizim birinci sualımız, nə zamandan çəpgözlüyü var uşağınızda? Eləsi var deyir, həkim 3 ildir, eləsi var deyir ki 2 aydır, eləsi var deyir ki çoxdan elə anadan gəlmə demək olar var. Yəni müddətindən çox şey asılıdır. Nə qədər uzun sürür bu period çəpgözlüyün var olması, bir o qədər də görməsi pozulur. Və bilsinlər valideynlər, çəpgözlüyə bağlı tənbəlliyi sadəcə 8-9 yaşa qədər bu görməni artırmaq mümkündür. Yəni daha sonra bəli, siz eynək də taxa bilərsiniz, çəpgözlü əməliyyatı da edə bilərsiniz, gözü dümdüz də qoya bilərsiniz. Yəni kənardan heç bilməzlər ki, uşaqda belə bir problem var, amma görmə qabiliyyətini artıq qaldıra bilməzsiniz. 8-9 yaşa qədər. Artıq görmə qabiliyyətini qaldıra bilməzsiniz, görmə funksiyalarını qaytara bilməzsiniz. Binokulyar görməni, stereo görmədən ümumiyyətlə söhbət getmir. Ona görə vaxtında gəlməlisiniz. İlkin müalicə eynək taxmaqdır. Salamat gözü bağlayıb görməni çəp olan gözdə qaldırmaqdır. Xüsusi fizioterapevtik aparatlar mövcuddur. Onlar çox vacibdir, çox faydası var. Həm görmə qabiliyyətinin artırılması üçün, həm çəpgözlüyün düzəlməsi üçün. Hətta qeyd etmək istəyirəm ki, Xat Medicine şəxsi klinikamızda bu aparat növlər var müalicə üçün. Kurs müalicələrdir, 10 seanslar. Onu ya 10 gün gəlib, həm də görmə qabiliyyəti üçün. Yəni, onlar xüsusi aparatlara baxırlar, lazer, maqnit, ambliotrener, senaptafor, diploptika aparatları. Yəni, bu müalicə üsulları adlanır pleoptika, görmə qabiliyyətinin qaldırılması üçün və artoptika, çəpgözlüyü aradan qaldırması üçün. Bu aparatlar 10 günlük kursdur. 10 gündə bir dəfə gəlirsiniz, 15 dəqiqə ərzində kurs seansı keçirsiniz və yaxud da məsələn uzaqdan gəlirsiniz, kimsə rayondan gəlir, Sumqayıtdan gəlir, 5 gün gəlirsiniz, gündə 2 seans. Mən həmişə deyirəm ki, yəni, hətta 5 günə siz bu seansları rahat şəkildə bitirə bilərsiniz. Bir seansa oturur uşaq, 15 dəqiqə hardasa çəkir, yarım saat fasilə edirsiniz, bir seansda edirsiniz. Yəni 5 günə siz 10 seans tamam bitirirsiniz. Bir 3-4 aydan bir mütləq etmək vacibdir. Doktor, bu bizə nə verir? Bu çəpgözlüyü yaşayan uşaqlara nəyə qazandırır? Baxın, mən deyirəm, biz dərhal əməliyyat etmirik də. Dərhal haçan əməliyyat edirik? Yəni uşaqda artıq 5-6 ildir çəpgözlük, bucaq hədsiz çoxdur, görmə qabiliyyəti artıq pozulmuş vəziyyətdədir. Heç bir görmə funksiyaları normal işləmir. Bizdə təcili əməliyyat olmasın. Amma əgər bir ildir yaranıb, eynək taxıb, eynək taxandan sonra nəticə var, irəliləmə var, görmə qabiliyyəti artır, çəplik dərəcəsi yavaş-yavaş azalır. Biz konservativ müalicələr ilə davam edirik. Konservativ müalicə nədir? Eynək taxmaq, gözləri bağlamaq, onu artıq həkim təyin edir, lazımdır bağlamaq, lazımdır və fizioterapevtik aparatlar. Dediyim kimi, onlar stimulyasiya edir, torlu qişanı. Tənbəllik nədir? Bizdə retinada neyrosensor əlaqələr var, sinir hüceyrələr var. Onlar aktiv deyil, tənbəldir. Necə ki, 5 yaşa qədər uşaqla danışmam,
O danışmayacaq. O 5 yaşdan sonra nə edirsən et, danışmayacaq. O cürdə göz. Yəni 5 yaşa qədər görməyən göz daha sonra nə edirsən elə danışmayacaq, görməyəcək. Və bu aparatlar bunları stimulyasiya edir. Bəzən valideynlərdə yanlış düşüncə olur Nənə xanım ki, çəpgözlük var, qoy biraz yaşı artsın, sonra oftalmoloqa gedərəm, və yaxud da deyir yazıqdır, hələm əməliyyatını eləməyim və yaxud da deyirlər çəplik bucağı azdır, elə bilirlər ki çəplik deyil, həkim yayınmadır. Bu həqiqi çəplikdir, bu onları aldadır. Yəni bu dediyim kimi, haçan ki çox çəpləşir göz, valideyn adətən dərhal gətirir, amma az dərəcədə onlar belə baxırlar ki, uşaq pis görsənmir, gec yaşlarda gətirirlər. Gec yaşlarda gətirəndə də çəplik qalsın bir qırağa, siz görməni itirirsiniz. Onu da qeyd etmək istəyərdim. Bu seanslar, məsələn, indiki zamanda uşaqlar səhərdən axşama qədər məktəbdədirlər, kursdadılar, deyir, gətirə bilmirəm uşaqları. Heart Medicine klinikada hər bayram, həm yeni ildə, həm Novruz bayramda bir 5-6 gün ayırırıq şəxsən bu pasientlər. Çünki onlar gələ bilsinlər. Məsələn, Heart Medicine klinikada ayın 18-i, 19-u, 20, 21-i, 22-si, 23-ü, hətta bazar günü də aparat seanslar elan etmək istərdim ki, işləyəcək. Onlar gələ bilərlər. Yəni, bayram günləri məktəb yox. Buyurun, gələ bilərsiniz, fürsətdən istifadə edə bilərsiniz və uşaqların həm görməsi, həm çəpliyi düzəlsin. Beləliklə, eynək, bağlamalar, aparat seanslar baxırıq. Düzəlir, əla, davam edir. Yox, düzəlmir, artıq əməliyyatın vaxtıdır. Onu da qeyd etmək istəyirəm. Əgər eynək ilə uşağın gözü dümdüzdür, eynəksiz çəpləşsin, problem deyil. Yəni, burada çəplik əməliyyatı etmək lazımdır. Əgər yox, eynək taxır, heç düzəlmir və yaxud da azalır, amma tam düzəlmir, onda əməliyyat etmək lazımdır. Niyə? Çünki gözləri simetrik vəziyyətdə qoymalıyıq. Simetrik vəziyyətdə ancaq beyin başa düşür ki, bu göz də var, bu göz də var. İkisi ilə də söndürüb, digəri ilə təkcə baxmalıyıq. Bəli, ikisi ilə də xəyallar getməlidir beyinə. Artıq beyin başa düşür ki, gözlər iki dənədir, birləşmə qabiliyyətini yaratmaq lazımdır. Bax, bütün bu prosesləri yaranması üçün gözlər mütləq simetrik vəziyyətdə olmalıdır. Dediyim kimi, ya eynəyin vasitəsilə və yaxud da eynək kömək etməyəndə, hətta çəplik bucağı az olsa belə, əməliyyatın vasitəsilə. Əməliyyatdan qorxmaq lazım deyil. Əməliyyat çox yüksək səviyyədə aparılır, narkoz ilə olur. Biz bunu dəqiq edirik, keyfiyyətli edirik, tam ağrısız. Anestezioloji xidmətimiz də yüksək səviyyədədir. Həqiqətən uşaq yatır, durur, heç bir ağrı hissi yoxdur. Göz bağlı olur, oyanan kimi göz açılır. Sadəcə qızartılar olur, hansılar ki 1-2 aya tamam tədricən izsiz keçir. Ona görə əməliyyatdan qorxmaq lazım deyil. Demək lazım deyil ki, mənim uşağım yazıqdır, biraz böyüsün. Xeyr. Və yaxud da başqa yerdə həkimlər deyib ki, biraz böyüsün sonra. Xeyr. Çəpgözlüyü, görmə qabiliyyətini nə qədər tez siz onları düzəldirsiniz, müalicə edirsiniz, bir o qədər gələcəkdə uşaq sizə çox sağ ol deyəcək. İnanın ki, elə olur ki, uşaqlar böyükdürlər. Valideynləri günahlandırırlar ki, mənim valideynim məni yaxşı, bəli, mənim valideynim yaxşı məni müalicə eləməyib, aparmayıb həkimə. Sonra İndi mən əziyyət çəkirəm. Əziyyət çəkirəm. Onun altını çəkirəm, hətta belə söyləyim. Həqiqətən elə olur da biz deyirik, yox, valideyn elə deyil. Yəni gedib evdə dava qırın, salmasın. Həqiqətən elədir. Yəni vaxtında gətirən uşaq da sizə ömür boyu çox sağ olsun. Çünki nə qədər qüsurlu olaq, yəni məsələn burun, dodaq, inanın ki, göz kimi insanı koruyan başqa bir yəni orqan yoxdur, görüntü olaraq. Hətta bir balaca da çəpgözlü, xarici çəpgözlü uşaq gəlir, elə yəni xoşa gəlməz görsənir. Əməliyyatdan sonra tamam başqa bir uşaqdır. Onlar inanır ki, bütün sima dəyişir. Onlar insana baxa bilmirlər. İçəri girirlər, biraz daha yaşda böyük uşaqlar. Bir də görürəm çolkalarını belə salırlar saçını ki, göz görsənməsin. Ya da boyun əyirlər. Boyun əyirlər. Elə olur çəpgözlü ilə bağlı yəni qeyri-ixtiyarsız onlar boyun əyirlər, boyun əzəlləri, bunlar hamısı normal, inkişaf eləmir, gözdə, üzdə asimetriya, hətta çeynəməkdə də problemlər. Yəni çəpgözlük bir neçə problem ilə müşahidə olunur və vaxtında eləsəz, inanın ki, həqiqətən, yəni biraz daha böyük uşaqlar əməliyyatdan sonra bir də görürəm, tamam imicini dəyişir, yəni saçlar priçoskalı, imic tamam dəyişir, biraz özünə güvən, tam insanın üzünə baxır. Onlar insanın üzünə baxa bilmirlər. Şəxsiyyət vəsiqədə necə çıxırlar. Yəni
çətin vəziyyətdir. Bu çox çətin vəziyyət. Mən baxıram, xarici ölkələrdən də sizi seçib gəlirlər. Maşallah, çox fərqli ölkələrdən sizin pasientləri görürəm və hər biri də can atır ki, Nərminə xanıma təşəkkür eləsin. Bax, indi hal-hazırda bizim müxtəlif valideynlər yazırlar, övladları ilə bağlı, xalalar, bibilər, dayılar, nənələr yazırlar, qohum uşaqlarla bağlı və Nərminə xanımın harada çalışdığını soruşurlar. Nərminə xanım qeyd etdi, Hat Medicine klinikasının özəl bir klinikadır, onun rəhbəridir, onun baş həkimidir. Bundan başqa Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində də çalışır. Günortaya kimi Zərifə Əliyeva adına Milli Mərkəzdə, Oftalmologiya Mərkəzində, günortadan sonra isə siz onu Hat Medicine klinikada qəbuluna gedə bilərsiniz. Əlaqə nömrələri ekranlarınızda, bir daha qeyd edirəm, 051 552 52 34, 050 327 18 82 və çəpgözlükdən danışırıq. Bayaqdan bir valideyn durmadan eyni sualı yazır. Doktor deyir ki, mənim övladımda çəpgözlük genetikdir. Əgər genetikdirsə, bunu da müalicə etmək, arada qaldırmaq olarmı? Əlbəttə ki, olarmı yox, lazımdır, fərqi yoxdur, genetikdir. Ümumiyyətlə, bütün xəstəliklərin genetik meyilliyi var. Genetikdir, mən müalicə eləməyim, əməliyyat eləməyim, elə deyilən bir şey yoxdur. Yəni, siz mütləq genetikdir, hətta mütləq gətirməlisiniz. Bunun müalicəsi də var. Mən həmişə deyirəm, ümumiyyətlə, çəpgözlüyün elə növü yoxdur ki, əməliyyatla düzəlməsin. Müalicə ilə düzəlməyə bilər, amma əməliyyatla hər bir halda düzələcək. Elə sindromlar var, Duane sindrom, Brown sindrom, cürbəcür paralitik çəpgözlüklər belə, hətta məsələn, paralitik çəpgözlük biraz daha gəlizdir, düzdür. Növləri çoxdur. Çoxdur, yəni göz bayaq tərəfə dönmür, deyiblər ki, xeyri yoxdur əməliyyatın. Necə xeyri yoxdur əməliyyatın? Yəni, burada transpozisiya əməliyyatı yuxarıki və aşağıki əzələlərdən bir pay gətirib, hansılar ki işləyir, sinirlə qidalanır, həmin o paralitik əzələ tikməklə artıq 60, 70, 80% siz nəticə ala bilərsiniz. Edə bilmirlər deyə deyirlər, yoxdur da. Yəni bu işin də mütəxəssisi olmaq lazımdır. Bəli, yəni bilirsiniz, bir həkimin sözü ilə biraz hansısa qərara gəlmək lazım deyil. Yəni bir həkim belə dedi, demək ki elədir. Elə deyil. Yəni biraz daha araşdırın, özünüz də araşdırın. Yəni özünüz də oxuyun. Hər çəpgözlük növün müalicəsi və əməliyyatı var. Bunu bilsinlər, mütləq xanım oğlunu gətirsin bizim yanımıza. Mütləq səslənirəm buradan bizim izləyicimizə. Doktor, çəpgözlük müalicə olunmazsa nə baş verər? Müalicə kim ki gecikdirib nəzərdə tutursunuz da, kim ki gecikib, artıq 15 yaşdan yuxarıdır, yəni gəlib çəpgözlük, burada sadəcə kosmetik effekt ilə əməliyyat edə bilərik. Xəstə artıq özü də başa düşür ki, görmə qabiliyyəti çoxalmayacaq və yaxud da soruşanlar, həkim, görməm yaxşılaşacaq, xeyr, sadəcə kosmetik gözəllik üçün gözünüzü düz qoyuruq ki, xarici görünüşdən kompleks yaşamayasınız. Yəni, çəpgözlük, hər bir çəpgözlük növü 15 yaşdan sonra var olan çəpgözlük yalnız əməliyyat ilə düzələr. Əməliyyatın məqsədi kosmetik effekt, yəni gözəllik əməliyyatıdır. Yəni, görmə ilə bağlı artıq heç bir görmə qabiliyyətinə bağlı deyil. Bəzən xəstələrdə qazanılma çəpgözlüyü olur. Yəni, uşaqlıqdan heç vaxt problemi olmayıb. Doktor, bir izləyicimiz indi yazdı, sözünüzə qüvvət deyir, qızımın gözü təyyarədə çəpləşdi. Bəli, baxır neçə yaşı var. Baxır neçə yaşı var. Neçə yaşı var. Əgər, məsələn, formallaşmış, desin neçə yaşı var, deyərəm. Əgər formalaşmış bədəndir, 10 yaşdan yuxarıdır, 15 yaşdan yuxarıdır, heç vaxt çəpgözlük olmayıb, görməsi əla, daha sonra, travmadan sonra qorxdu, stres oldu, stresdən sonra çəpgözlük yarandı, gözdə paralitik, bu çəpgözlüyün növü paralitikdir. Mütləq dərhal gəlsinlər, çünki müalicə ilə düzələ bilər, xüsusi iynələr vururuq. Bunu da bir çox yerlər təəssüf ki, bilmirlər. Çünki onlar müraciət edirlər, həkim deyir ki, nəsə etmək olmur, amma olur, dərhal, yəni parabulbar, deksametazon tərkibli dərmanlar çox gözəl effekt verir. Elə olub ki, tam vertikal çəpgözlük xəstə gəlib, böyük yaşda oğlandı. Sadəcə deməli iynə vurmaq ilə onlara ki görmə də olur. Elə onu deyəcəkdim ki, bəli, uşaqlıqda yaranan çəpgözlüklər onlarda ki görmə ilə müşahidə olunmur. Niyə? Çünki beyin kompensator mexanizmlər yandırır, həmin o çəp olan gözü söndürür, bir gözlə baxır, ki görmə yoxdur. Amma daha böyük yaşlarda axı birləşmə qabiliyyəti var. Beyin öyrəşib ki gözlə baxmağa, artıq o çəp olan gözü söndürə bilmir.
Bu da baxır, bu da çəp baxır, ki görmə, dözülməz ki görmə. Doktor, onlar bir yerdə dayana bilməzlər. Onlar maşın sürə bilməzlər, onlar yıxılacaqlar, onlar pilləkən düşə bilmirlər. Yəni, qazanılma çəp gözlük növləri çox-çox əziyyət verir pasiyentlərə də. Kimdə varsa mütləq gəlsin, müalicələr ilə 10 günə keçə bilər, keçməsə əməliyyat ilə düzəldə bilər. Doktorumuzun əlaqə nömrəsi 051 552 52 34 053 327 18 82. Heç yerə ayrılmayın, qısa aradan sonra mövzumuz davam edəcək. Sağlam gün ay canlı davam eləyir və gözəl həkimimiz hal-hazırda studiyamızda dəyərli cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabərdir. Bir daha xoş gördük sizi, doktor. Xoş gördük, çox Beynəlxalq Qadınlar Gününüz mübarək. Hər zaman belə gözəl olasınız, hər zaman belə işıq saçasınız və hal-hazırda mən onsuz da bilirdim ki, bizim proqramı xarici ölkələrdən də izləyirlər və hal-hazırda bir çox xarici ölkədən doktorumuzun şəninə təşəkkür mesajları gəlir, müxtəlif xarici nömrələrlə və onu qeyd etməliyəm ki, hətta müxtəlif dillərdə də yazan var. İndi azdan çoxdan anladıqlarımdan başa düşdüm ki, doktorun pasiyentləridir və doktora təşəkkür eləyirlər, doktorun bayramını təbrik eləyirlər. Mənə çox xoşdur bu izləmələriniz və təbii ki, bu cür peşəkar həkimlərin sayəsində Sağlam Günay hər gün maarifləndirmə işini davam etdirir. Bugün də çəp gözlükdən danışırıq. Çox sual verilən, çox araşdırılan, amma yenə qaranlıq məqamları qalan çəp gözlük. Və doktor, belə bir sual ünvanlamaq istəyirəm. Ümumiləşdirilmiş şəkildə hal-hazırda qaynar xəttimizə müxtəlif nömrələrdən suallar gəlir. Çəp gözlük bir dəfəyə düzəlirmi? Yəni bir dəfə əməliyyat etməklə çəp gözlüyü aradan qaldırmaq olarmı? Çox gözəl sualdır. Bilirsiniz, mən həmişə pasiyentlərə əməliyyatdan qabaq eyni informasiya verirəm, məlumatlandırıram ki, biləsiniz, çəpgözlük əməliyyatı, yəni dünya üzrə statistika var. Hər çəpgözlük əməliyyatından sonra 30% hallarda təkrar əməliyyatlara ehtiyac olur. Hətta bir çox həkimlər bizdə, xaricdə, Rusiyada, Ukraynada, cürbəcür ölkələrdə bu əməliyyatı bölür etaplara. Yəni, məsələn, çəp gözlüyün, çünki gözümüzün 6 əzələsi var, 4 düz, 2 çəp. Problem bir neçə əzələdə ola bilər. Həm qorizontal əzələlərdə, həm vertikal əzələlərdə. Həkim deyir, mən sənin əvvəl vertikal əzələləri düzəldəcəm, ikinci etapda qorizontal əzələləri düzəldəcəm, üçüncü etapda lazım olsa başqa nəyisə düzəldəcəm. Yəni, bir neçə etapa bu əməliyyatı düzəldirlər. Mən həmişə deyirdim, biz həmişə çalışmışıq bir dəfə ilə düzəldək və daha çox vaxtlarda bu bizdə alınır. Yəni, dünya üzrə 30% haldırsa, bizdə 5-10% halda təkrar əməliyyata ehtiyac olur. O da nəyə görə? Çünki hər pasiyentin əzələ tonusu fərqlidir. Hamımız fərqlisiniz, hamımızda fərqli çəpgözlük növü, fərqli refraksiya, fərqli görmə qabiliyyəti, fərqli əzələ dediyim kimi gücü və onlarda qanunlar var. Bir əzələni boşaldırsan, o birisi əzələnin gücü çoxalır. Bir gözü eləyirsən, o birisi gözə təsir edir. Yəni, bütün bu faktorlar var ortada, bu tipdir və dünya üzrə 30% haldadırsa, bizdə həqiqətən araşdırmamız da olub, yəni bu barədə çıxışımız da olub. 5-10% halda təkrar əməliyyata ehtiyac olub. O da ona görə yox ki, həkim məsələn soruşurlar ki, həkim ola bilər sonra yenə qayıtsın. Xeyr, qayıtmayacaq, bu mümkün deyil. Və yaxud da düzəlsin, sonra yenə çəpləşsin, heç düzəlməsin. Yəni, belə hallar bizdə mümkün deyil. Sadəcə hansısa qalıq bucaqlara görə, məsələn 60 dərəcəli çəpgözlükdə 5 dərəcəli çəpgözlüyə görə bu ehtimal 5-10%-dir. Ona görə bu ehtimal çox az ehtimaldır. Hər əməliyyatda olduğu kimi, yəni rinoplastikada, hər bir əməliyyatda olduğu kimi 5-10% ehtimal var ki, hansısa korreksiyaya ehtiyac olsun. Amma 90-95% hallarda tamamilə bir əməliyyatı ilə düzəlir. Hal-hazırda doktorumuz bilirsiniz, tibb üzrə fəlsəfə doktorudur, cərrah oftalmoloqdur. Sual verdiniz, bayaq cavablandırdım. Bir daha qeyd edeyim. Həm Akademik Zərifə Əliyeva adlı Milli Oftalmologiya Mərkəzində çalışır hər gün. Günortaya kimi, günortadan sonra Hatmedsin klinikada pasiyentləri qəbul eləyir. Doktor, daha çox sizə bu klinikaların hər birinə hansı çəpgözlük növləri ilə müraciət eləyirlər?
Daha çox uşaqlardır daxili çəpgözlük növü ilə, xarici çəpgözlük növü ilə. Yəni paralitik çəpgözlüklər var, amma daha nadir hallarda rast gəlinir. Sindromlar var, Duane sindromu məsələn, dəfələrlə əməliyyat etmişəm bu uşaqları. Daha azdır, daha sayda azdır. Məsələn, bir dənə pasiyentimiz var, deyir, bayram qabağı gəlmək istəyir. Deyirəm, bayramdır, yox, gəlmək istəyirəm, gözümü düzəldin. Bu pasiyent artıq haradasa bir 3-cü dəfə bizim yanımıza müraciət edir. Biraz yaşı çoxdur, haradasa bir 65 yaşı belə var. İnanın ki, yəni bu yaşda da pasiyentləri çəpgözlük narahat edir. Onda qazanılma növüdür. Yəni uşaqlıqdan yüksək miopdur, yüksək nömrələr taxıb, artıq öz ölkəsində dəfələrlə əməliyyat olub, gözünün içinə linza implantasiya ediblər ki, eynəksiz görsün. Daha sonra göz dibi problemləri, sinir atrofiyası falan gəlmişdim. İlk öncə belə pasiyentlərdə əlbəttə ki, görməni düzəltmək lazımdır. Daha sonra çəpgözlük. Niyə? Çünki çəpgözlük görməyə bağlıdır. Və yaxud da məsələn, uşaqlar, cavan uşaqlar həm eynək taxır, həm çəpgözdür. Həkim əməliyyat istəyirəm, başa salıram. İlk öncə açkidən, eynəkdən azad olaq, görməni artıraq. Hansısa mövcud problem varsa onu düzəldir, daha sonra çəpgözlü əməliyyat edək. Çünki çəpgözlü əməliyyatı yaxşı görmədə daha gözəl effekt verəcək. Dediyim kimi çəpgözlü görməyə bağlıdır. Zəif görəcəksə yenə də çəpləşmə ehtimalı çoxdur. Bu pasiyentdə görmə sinirinin atrofiyasını müalicə etdik. Çox məmnun qaldı. Getdi, gəldi. Həmin o göz içi linzaları elə qoymuşdular ki, yenə də eynəklərə ehtiyac vardı. Yəni çox böyük astigmatı qalmışdı. O linzaları dəyişdirdik. Təzə linzalar qoyduq. Əvvəl bir gözə, sonra birisi gözə. Deyir, mən o qədər yaxşı görürəm ki, deyir, mən heç uşaqlıqda da həqiqətən belə görməmişəm. İndi dünən yazır ki, biz gəlirik çəpgözlük əməliyyatına, axırdadır. Mən demişdim, axırda bayram qabağı 17 mart bilet almışam. Yəni, hər yaşda insan bununla bağlı müraciət eləyə bilər. İndi biz daha çox bugün mövzumuzu uşaqlarla bağlı qurduq. Mən baxıram həm qaynar xəttimizə, həm canlı yayımımıza uşaq çəpgözlükləri bağlı çox yazırlar. Amma 65 yaşında bir pasiyent... ki, o yaşda da çox çətindir çəpgözlük. Niyə? Çünki biz insanlar başa düşmür. Məsələn, məclislərə gedir, toya gedir, məsələn, harası elə olub xəstə 60 yaşa yaxın idi, 50 neçə yaşı. Hətta məndən anestezioloji xidmət soruşur ki, bu yaşda niyə gəlib, ay Nəriminə xanım? Gəlib də, əvvəl o qədər də narahat eləmirdi, sonra xarici çəplik çoxalıb, avtobusdan düşüb, bir kişi ona deyib ki, sən mənim qadınıma niyə baxırsan? Yəni bu cür problemlər ilə rastlaşırlar. Bir göz belə, bir göz belə anlamır ki, bu çəpgözlük problemidir. Bu, yəni yazıq o tərəfə baxmırdı. Yəni bütün həyat keyfiyyətinə təsir edəcək. Mən belə yaşaya bilmirəm, Nəriminə xanım, mənim gözümü düzəldin. Yəni onlara çox çətindir. Həqiqətən adam arası çıxırsan, insanın üzündən baxırsan, işə gedirsən, dediyim kimi məclislərdə iştirak edirsən. Bax, hal-hazırda mesajlar gəlir, deyirlər ki, Nəriminə xanımı salamlayırıq, bayramlarınızı təbrik eləyirik. Xoş sözləri oxusam, səsim də imkan vermir hamısını oxumağa. Təbii ki, uzun çəkəcək. Amma hal-hazırda müxtəlif dediyim kimi ölkələrdən yazırlar və belə başa düşürəm yazdıqlarından, İngilis dilində yazanlar da var arasında, deyir ki, doktorun əlləri qızıldır. Yəni belə başa düşürəm. Hətta belə bir də yazı var ki, yəni doktor bir günəşdir, yəni sizi bir günəşə bənzədirlər və əl işlərinizi çox bəyəndiklərini qeyd edirlər. Bizim verilişimizin adı da bəli, günəşli gün, ay, bəli. Və elə doktorlarımız da gün kimi parlayırlar, işıq saçırlar. Doktor, mən sizə təşəkkür edirəm bir daha Nəriminə xanım. Doğrudan da əliniz çox yüngüldür ki, bu qədər insan sizdən razılıq edir. Bu da bir göstəricidir. Bu da bir pasiyent təşəkkürüdür. Yəni bu da nəticədir. Bunlar məni çox sevindirir. Çünki mən sevinirəm ki, Sağlam Günay komandasında məhz sizin kimi işinə dəyər verən, pasiyentlərin sevgisini qazanan, mən baxıram o körpə uşaqlarla bəzən videolar paylaşırsınız, bəzən canlı yayımlar olur sizin qəbulunuzda, qucağınızda necə onlarla rəftar eləyirsiniz. Yəni, bu da xüsusi bir sevgi tələb eləyir insandan. Yəni, yorğun olursunuz, 7-24 çalışırsınız, 2 klinika, Hat Medicine klinikanın baş həkimisiniz, Akademik Zərifə Əliyevanın Milli Oftalmologiya mərkəzində çalışırsınız. Mən bilirəm, bu qədər işi bərabər çatdırmaq, yürütmək nə qədər çətindir. Amma bu zərif çiyinlərinizdə məhəbbət dolu, sevgi dolu qəlbinizlə bu işin öhdəsindən gəlirsiniz. Mən arzuluyuram ki, hər zaman bu ürəyiniz, bu gözəl qəlbiniz sevgi ilə dolu olsun. Bütün bayramlarınız mübarək olsun. Hər zaman pasiyentlərinizi sevindirəsiniz. Onların o göz nurunu geri qaytarasınız. Çox sağ olun. Nə yaxşı ki də sizin kimi veriliş, sizdəki kimi veriliş var. Sağlam Günay. Çox xoşdur. Çünki bu veriliş olmasın. Mən bilmirəm. Yəni biz bu
barədə harda danışa bilərik? Yaxşı ki, Təşəkkür siz məni də dəvət edirsiniz və biz bu vacib mövzulara həmişə toxunuruq. Var olasınız bu qədər işin içindən. Bizə vaxt ayırdığınız üçün bir daha təşəkkür. Əziz xanımlar, sabahki bayram münasibəti ilə hər birinizi təbrik eləyirəm. Amma sağollaşmıram. Qısa ara, qısa aradan sonra sürprizlərlə davam edirik.